بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى أفضل السفراء المقربين العبد المؤيد والرسول المسدد المحمود الأحمد أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين واللعن على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد فقال الحكيم في قرآن الكريم أعوذ بالله من الشيطان الرجيم لولا دفع الله الناس بعضهم ببعض لفسدت الأرض. İslam aləminin ucalmaqlığından xatirə Müsəlmanların dünya və axir izzəti yuxarıya getməkdən xatirə Peyğəmbər və ali Peyğəmbərə salavat xətm eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Bu günləri bənamız bu neydi ki, مسئله شرعی غسل خدمتizə ərz eləyəm. Bilirsiniz ki, غسلlarımız müxtəlifdirlər. Bəzi غسلlər müxtəssdir, məxsusdur qadınlara, bəzilər şərikdirlər, həm ağalar həm qadınlar. Müntəhağusluların hamısını bir cür əncam verərlər. Noən indi ki bizğusl edirik, tərtibidir. Yəni əvvəl başımızı yuyuruq, boynumuzu yuyuruq. Ondan sonra bədənimizin sağ tərəfin, ondan sonra sol tərəfin. Niyyətləri fərq edir. Niyyət mümkündür. Ғusl niyyət cənabət ola. Mümkündür əlimiz məyyitə dəyibdir ya məyyitin əli bizim bədənimizə dəyibdir. O adamı ki dünyasını dəyişib, bədəni soyubdur, issi deyil. Taza ruh bədəndən ayrılanda bədən issi olar. Biraz geçib soyubdur. Ғuslu da verilməyibdir. Onun üzvindən biri bizim bədənimizə dəyə, ya bizim üzvümüzdən biri onun bədəninə dəyə, dirinin boynuna ғusl gələr. Adına da deyirik ғusl-i məss-i məyyit. Ғusl-i cənabət, ғusl-i məss-i məyyit, ғusl-i cümə, sair ғuslular hamısı tərtibi bir cürdür. Bir dənəsi də var ki, suda düşürsüz, hovz ya çaya, çox su gəlir, orada istəsiz, غسل eləyəsiz, bədəninizin hamısı birdən suya varid eləsiz.
bədəninizi dəbəşdirirsiniz, orada niyyət eləsiniz. Məsələn, qusl cənabət ya qusl məss meyyit. Ya bəzən nəzr elir adam ki, mərzim, xəstəm şifa tapsın, mən 40 cümə günləri qusl eləyim. Elələ belə nəzr olar. Ya musafirim salim səfərdən geysin, gəlsin. Məsələn, 7 az, çox cümə qusl eləyim. Müntəha qusllə dəstəmazın, çünki qabaqca dəstəmazı təyəmmümə ərz eləmişəm xidmətinizə, bir fərqi vardır. Qusldən qabaq lazım deyil ki, bədəni təmizləyəsən, sonra qusl eləyəsən. Dedik, dəstəmazın üzvlərində gərək üzvlər əvvəl pak olalar, sonra dəstəmaz alasan. Amma quslüdə pak olmasa da elə quslu eləyə də pak eləyə bilərsən. Bir bu. İkinci fərqi, dəstəmazın qolumuzu yuyanda, üzümüzü yuyanda yuxarıdan aşağıya çəkirik əlimizi, qollarımızı yuyanda dirsəkdən aşağıya aparırıq. Qusluda bu lazım deyil. Eləyə bilərsən, elə qatışıq. Yuyasan, aşağıdan yuyasan. Qusluda bir fərqi də vardır ki, dəstəmazın işlərin gərək adam dalbadal, fasilə salmaya. Üzü yudun, forən sağ qolu yuvasan, sağ qolu yudun, tez sol qolu yuvasan, sol qol qurtuldu, başın məssin çəkəsən, sağ ayağın məssin, sol ayağın məssin. Amma qusluda bu cür fasilə düşməsin deyil, fasilə salına bilər quslun arasında. Məşğulsan qusl eləməklığa, telefon açdılar bilova, gəl filan yerə bilova Kərbəla ziyarəti çıxıbdır. Başın quslun töhmüsən, quruladın, getdin, işləri gördün, getdin, gəldin, sağ tərəfin quslun töksən. Zəh vurdular, tək özündəysən, qadının da mədarıkin gəticinən. Sağ tərəfi tökübsən, tez əcələ ilə idarədir da bitən söz qeydər ya tətil olar. Quruladın bədəni, getdin, o işi də gördün, qeydin sol tərəfi. Əgər bunların aralarında quslu batil eləyən bir iş əncam tapmasa, olmasa, quslu səhihdir. Yəni, dəstəmaz kimindəyik ki, elə fasilə arasında düşməyə, dalbadal əncam verəsən. Bunun fasilə eybi yetirməz. Ölənlərimizi, şəhədamızı, məscid düzəldənləri Hüseyniyyə saldırmaq deyərsən, bina eləmək deyərsən. Bina eləmək, bəli. Məclislərimizdə ehsanlar verilir, pullar xərclənir, insanlar bədənləri ilə köməklik edirlər, onların hamısının ölənlərin səlavat ilə yad eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Allah qanunlarından biri budur ki, bu ayə-i şərifeyi ki xidmətinizə oxudum, buyurur, Lawla dəf'ullahin nasə bə'zəhum bibə'zin ləfəsədətil ərzu. Əgər Allah təbarəkə və təala
bir iddə insanların vəsiləsi ilə, köməkliyi ilə bir ayrı iddənin qabağın almasa, onları saxlamasa, yeryüzün fəsada çəkərlər. Hala bunu bir zərrə açaq. Əgər yadınızda olsa, bir zaman dünya quldurları, dünya zalimləri bir nəfər zalimi Səddam adında cürət verdilər, himayət elədilər, İrana təcavüz elədi. Yerdən, göydən, dəryadan həmlə elədi İranı, dedi mən istəyirəm bu hökuməti İslami ki təzə təşkil tapıbdır, bunu istəyirəm aradan aparam. Əvvələn burada diqqət eləmək lazımdır ha. Düşmənlər neçə ildir bu sözü neynirlər? Deyirlər. Biz istəyirik İran Cumhuriye İslamisin aradan götürək, aparaq. Amma Səddam gördünüz nə oldu? Özü getdi, Cumhur İslamı qalır. Səddamdan himayət eləyənlər bir iddə rəis cumhurlar getdilər, indi Muru Mələx qəzası olublar, Cumhur İslamı qalır. Əlan da ki, bu zalimlər, dünya zalimi elə sizlərə də zülm elirlər. Oradan bir adcana başları aydın olubdu. Eşidirəm bəzən pəhbadla, bəzi zatlarla sizin də məmləkətinizdə işləri görürlər. Bunların əli açıq olsa dünyanı fəsada çəkərlər. Hala Səddamı dünya quldurları təşviq eləyiblər, himayət eləyiblər, gəlsin İrana həmlə eləsin. Allah Təbarəkə və Teala'nın qanunu budur ki, bir iddələrin də ürəyinə salır, gedin bunun qabağını alın. Ataların, anaların, gəşlərin ürəyinə Allah salır, bu zalimin gedin qabağını alın, qoymayın gəlsin məmləkətinizə alsın, məadini məmləkətinizə təsahüb eləsin. Bu Allahın qanunudur. Əgər bir iddələr o cür elirlər, Allah bu yandan da bir iddəni neynir? Qabağın almaqlığa təşviq elir, himayət elir. Uzağa getməyək. Uzağa getməyək. Bu əxirən, indi təqribən 112-ci, zahirən 13-ci gecədir. İranda rəhbərimiz şəhid olandan sonra rəhbərimiz buyurdu, əgər bir hadiseyi İran cəmaət üçün üz versə, Allah İran cəmaətin məbus elər, işi qurtararlar. Bu Allahın lütfidir. Bu Allahın inayətidir ki, cəmaət qorxmurlar. İnsanlar qorxmurlar. Uşaq, böyük, kişi, qadın, dəstəcəmi, hamılıqda gəlirlər, bəzi vaxtlar göydən bom düşürdü. Həmlə edirdilər. Onunla belə yağış, şədid yağış yağırdı. Biz deyərik şıdırğı. Şıdırğı. Yağışın altından biz çətri deyərik. Çətridə hamının yoxuydu. Elə su bədənləri islana, orada dayanmışdılar. Mərc bəri Amerika deyirdilər. Biz qorxmuruq, meydandayıq.
Allah Təbarəkə və Teala'nın qanunu budur. Əncam tapıb gəlir, Qur'an bunu bəyan edir. Lawla dəf'ullahi nasə bə'zəhum bibə'zin ləfəsədətil ərz. Əgər Allah Təbarəkə və Teala bir də insanların səbəbi ilə zalimlərin qabağın almasa, yeri bunlar fəsada çəkərlər. Bir ayrı ayədə var Sure-i Həccidə, buyurur, əgər Allah Təbarəkə və Teala zalimlərin qabağın bir də insanlarından almasa, ləhuddimet səvame o və biyə o yerləri ki, Məsihilərin, kəlimilərin, müsəlmanların ibadətgahları, məscidlərin xərablarlar bunlar. Allah Təbarəkə və Teala bunların qabağını alır. Ağa, asan işdəyi ha, İranda bəzi ailələrin içində bir nəfər şəhid var, 2 nəfər var, 3 nəfər var, 5 nəfər var, 8 nəfər var. Bu əxir hadisədə bilmirəm, bəzən 10-12 nəfər bir yerdə şəhid olub. Amma o ata, o anı ki, 4 dənə oğlu şəhid olur, 5-incində göndərir, gör Allah bunun ürəyində nə qoyubdur. Bunun nə qədər Allaha bavər, yəqin, etiqad var idi. Deyir, mənim balamın qanı Əli Əkbərin qanından rəhli deyil ki, bu dinin yolunda Əli Əkbər Seyyid-ü-Şühəda şəhadətə yetişibdir. Cənab-ı Qasım şəhadətə yetişibdir. Həzrət Əbulfəzlin qolları bu dinin diri qalmaqlığında qət olubdur. Analar, atalar bu cür balaların dini diri saxlamaqlıqda. Ələm-i İslamın uca qalmaqlığında belə balalarından geçdilər. Bu asan deyil. Bu asan deyil. Rəhbərimiz bir də böyüklər, bəzi rəis cümhurlar dedilər, həmlə eləyəcəklər, istəyirlər səni şəhid eləsinlər. Sifariş elədilər, bunu hifazət eləyin. Amma buyurdu, məgər hamının pənahgahı vardı. Pənahgah siz nəyə deyirsiniz? Gedə bir yerə ki, bom orada əsər qoymaya. Məgər hamının o var idi, mən gedəm. Dayandı. İmam Hüseyin yolun gedənlər, bunlar öz canlarını hifz eləməklığı üçün, ailələrini hifz eləməklığı üçün təlaş eləmirlər. Bunlar insaniyyət üçün təlaş edirlər. İnsan Allahın məxluqu şərəfli qalsın. Əzizlər, dünya qərbin fərhəngi insanın hürmətin aradan aparıbdır. Çox üzr istəyirəm bunu şərəfli hüzurların, möhtərəm hüzurların xidmətində demaqlıq yaxçı deyil. Bunlar elə eləyiblər ki, gəş atası qocadır, yaşlıdır, anası yaşlıdır, onu saxlamağa ar elirik, nəngi bülürük, amma dördələyaqlı heyvanı alır qucağına, məriz olur, aparır xəstəxanaya, döşdürə aparır,
Dədəsini o cür sahib çıxmır. Bu qərbin fərhəngidir. Qərb bizi istəyir bu yol aparsın. İmam Hüseyin istəyir insanların hürməti qalsın. İslam istəyir insana kəramət, ağalıq, buzurguvarlıq versin. Bu məktəb, bu yol açılıbdır və inşallah günbəgün bu yolun gedəni də çoxalır. Bu yola etiqadlar, yəqinlər, baverlər çoxalır. Böyle onun ki biri də işlər də vardı kənarında. Bizim din alimlərimiz, bizim böyüklərimiz, rəhbər şəhidimiz bu cürüdür. İmam bu keyfiyyətdə idi. Rəhbəri ki əl-an varımızdır, bunun xüsusiyyətlərindən qahi zehnimə gəlsə xidmətinizə ərz eləyəcəyəm. Bir dənə xüsusiyyəti deyirlər, ağa sənin əleyhva fəzai məcazidə özgələr radiolarında, medyalarında sənin əleyhva təbliğ elirlər. Baxın bir, ayrılar deyirlər, gedin onu tutun, onu həbs eləyin, ona kötək vurun. Amma bunlar buyururlar ki, mən dua elirəm, Allah onlara bir möhtərəm, abırlı iş yetirsin. Onlar bu haramxorluqdan, bu qələt sözləri yaymaqlıqdan pul alıb düşməndən geçinməsinlər. Düşmənin də, bəddanışanın da xeyrin istirlər. Vardı şeirlərdə, Şimrin delicə deyirlər, mən qulaq asırdım İmam Hüseyin o axir can verəndə görüm nəmə nə deyiri. Deyir, gördüm axir can verən halında da dua elir. Bəşərin hidayətini istir. Allahın rızayətini istir. Əzizdə bizim məktəbimiz budur. Məktəbimiz budur. Həbib ibn Məzahir, o yaşlı insan, Cənab-ı Əli Əsğər, bu kiçik bala, südəmər bala, bu dinin yolunda şəhadətə yetişiblər. Bu günləri istəyirəm, İmam Hüseynin o balaca, südəmər balasına mütəvəssil olaq. Elə ki, yaran İmam Hüseyin, əshab İmam Hüseyin xanavadəsi şəhadətə yetişdilər, gəldi xeymələrə tərəf, buyurdu, gətirin o südəmər balamı mənim, ondan xuda hafizlik eləyim, ondan ayrılım. Həzrət uşağı aldı qucağına, işarə edirdi ki, onun öpsün, hərmələ tiri qoydu kəmanə, boğazından oxladı. O balaca, zəif uşağın boğazının o tirə tabı yoxdur. Yazırlar ki, bu qulağından o qulağına kimin yaralandı, parçalandı. Ağa Seyyid-i Şəhəda balası qucağında üzün tutdu göy aləminə, Allah şahid ol günan.
Bunlar əşbəh nası peyğəmbərva öldürdülər. Amma mənə asandır bu Südəmər balanın can vermaqlığı, çün Allah gözünün qabağında bu iş əncam tapır, bu iş olur. Bu mənə asandır. Allah yolunda verirəm. Lay lay əsğərim, lay lay, eyvay əsğərim, lay lay. سر خزان استی اخ بغازوی کستی بو محنن بستی لای لای اصغریم لای لای ایوای اصغریم لای لای. Muxtəlif yazılar var. Biri budur ki buyurdu Zeynəbə bacısına, tut bu balanı, bir yazı budur ki Hazret atdan yendi şemşiriyle, bir qəbr qazınıb onu dəfn elədi. Bir yazı budur ki göy aləmindən səs gəldi, ya Hüseyin da'hu fe inne lehu murza'an fil cennet. O balanı koy yere boşta cinan, onun için behişte süt veren var. Hamılıkça bahem bu selamları Seyyid-i Şühedâ'nın mehzerine takdim ediyor. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Balalar ve kurban ya Hüseyin, Südemer bala ve kurban ya Hüseyin. Seni aldı ver ruh, o lehziye ki balan kalmıştı elvin üstünde. Bu cem'e tezliğin ayan, bir berat-ı Kerbela inayet ile. Müstekbirlerin, zalimlerin nabud olup mahvolmaklığıyla bize bir güzel Kerbela ziyareti inayet ile. Ela lanetullah alel kavmiz zalimin.